Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Velosiped turu edən Alman turistlərin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xəbər verilir ki, Karl və Lisa adlı turistlər Hacıqabul rayonu ərazisində xoşagəlməz hadisə ilə üzləşdiklərini bildiriblər. Belə ki, Almaniya vətəndaşı olan turistin iddiasına görə Hacıqabul rayonu ərazisində 24 BF 126 dövlət nömrə nişanlı avtomobilin sürücüsü onlara qarşı aqressiv davranış sərgiləyib. Yayılan görüntülərdə yaşlı bir kişinin qadın turistə qarşı yol verilməz hərəkət etdiyi iddia olunur. Daha sonra hadisə yerinə polis əməkdaşlarının gəldiyi görünür. Faktla bağlı araşdırmalara başlanılıb. Görüntülərdən aydın olur ki, hadisə turistlər arasında ciddi narahatlıq yaradıb. Hadisənin bütün təfərrüatları hüquq mühafizə orqanları tərəfindən araşdırılır.